Bismillahirrahmanirrahim. Allahın salamı olsun Peyğəmbərə və onun pak əhl-i beytinə. Həzrəti Fatimə salamullah aleyhanın əyyam günlərinə daxil olmaqdayıq. Müqəddəs cümə gününün son dəqiqələrini yaşayırıq. Bəndə-i həqir öz üzərimdə məsuliyyət hiss edərək hazırki açıq video müraciəti etməyi qərar verdim. Müraciətimin ünvanı, hazırki açıq müraciətin ünvanı Qafqaz Müsəlmanlar İdarəsinin sədri Cənab Hacı Allah şükür Paşazadədir. Niyə bu müraciət etməyə qərar verdim? Çünki yenə də vətənimizdə meçid və meçidlə bağlı xoşagəlməz mövzular gündəmdədir. Çünki yenə də vətənimizdə bizlər bu kimi sözlər, bu kimi söhbətlər eşidirik. Meçidlə bağlı, meçidin ərazisi ilə bağlı, meçidin torpağı ilə bağlı. Bugünkü müraciətim devam olaraq deyil. Çünki bu mənada hər şey aydındır. Meçidin ərazisi ilə, meçidin vəqf olunmuş torpaqları ilə bu cür davranma cəhdi birmənalı olaraq insan haqlarını kobud surətdə pozmaqdır. Birmənalı olaraq dini etiqad və vicdan azadlıqlarının kobud surətdə pozulma halıdır. Üstəlik, məhkəmə hökmü var. Üstəlik, rəsmi və qeyri-rəsmi tapşırıqlar var ortada və sonuncu məhkəmə hökmündə də birmənalı olaraq meçidin vəqf olan ərazisi, meçidin o vəqf olan torpaqları sabit qərarla birmənalı olaraq meçidə aid olması təsdiqini tapmışdı. Azərbaycanda hər kəs bilir ki, bunun baş verməsində də rəsmi və qeyri-rəsmi qərarlar da rol oynamışdı. Mənim bugünkü müraciət etməm başqa mövzu ilə bağlıdır. Bu, mənəvi təhlükə ilə bağlıdır. Bu, onunla bağlıdır ki, 21-ci əsrdə biz acınacaqlı bir vəziyyətə gəlib çatmışıq və Azərbaycan insanının şuurunda çox böyük bir mənəvi zərbə alma təhlükəsi var. Müraciətim onunla bağlıdır. Tarixən Azərbaycan insanı mescidə verərlər, mescid üçün edərlər, mescidə yardım edərlər, mescidə torpaq hədiyyə edərlər, mescidə neysə vəqf olaraq bağışlayarlar. Tarixən Azərbaycan insanı bu ənənələrlə böyüyüb. Və bu gün Həzrəti Fatimə Zəhra salamullah aleyhanın mescidi ətrafında, Günəşlidə yerləşən mescidi ətrafında bu mövzuların yenidən gündəmə gəlməsi və üstəlik hər mənada hər kəs üçün aydın olan bir həqiqət var ki, bəlli bir hektardan yuxarı ərazi həm hüquqi baxımdan, həm şəri baxımdan mescidin vəqf olunmuş torpağı və ərazisidir. İndi isə yenidən kimlərsə meydana çıxır və cəhd edir ki, mescidin vəqf olunmuş ərazisini mesciddən alsın. Bu, böyük bir mənəvi əslində təhlükədən xəbər verir. Bu, Azərbaycan insanı üçün sarsılmaz bir mənəvi zərbədir əslində. Biz haradan haraya gəldik? Bizim atalarımız, babalarımız tarixən mescid üçün etməni ənənəsini qoydular. Və bugün bu yenidən meydana çıxması. Niyə bu meydana çıxmalıdır? Ne üçün bu meydana çıxmalıdır? Mən hal-hazırda Azərbaycanda müsəlmanlarla bağlı, İslamla bağlı bir məsuliyyət daşıdığımız üçün Qafqaz Müsəlmanlar İdarəsinin rəsmi olaraq mescidlərlə bağlı, rəsmi olaraq bu mövzularla bağlı məsuliyyət daşıdığı üçün sizə müraciət edirəm. Və bu müraciətim həm də Allah huzurunda öz vəzifəmi yerinə yetirmək üçündür. Hamımız ildən ilə artıq aqibətə tərəf, ahirətə tərəf yaxınlaşmaqdayıq. Mən xatırlayıram, illər öncə yenə də bu məscidlə bağlı sizə müraciət etmişdim. O zaman da demişdim ki, hamımız sonu
bir qəbrə tərəf getməkdəyik. Hamımızı bir sorğu-sual, bir yekun olaraq cavab vermə gözləyir. Bu illər ərzində hər birimiz Bəndiyə Həqirdə və hər bir kəsdə bir addımda ölmə tərəf yaxınlaşdıq. Buna görə bizlər Allah huzurunda hamımız məsuliyyət daşıyırıq. Və bu şəraitdə, bu vəziyyətdə bu açıq müraciəti etməni bizim üçün bir mənəvi borc bildi. Biz hara gedirik? Bunun axırı nə olacaq? Niyə Azərbaycan insanı buna öyrəşilməlidir ki, Allah evinin vəqf olunmuş torpaqları bu formada əlindən alınmalı? Niyə bu ənənə meydana çıxmalıdır? Ne üçün bu cür hadisələr baş verməlidir? Və burada sözsüz ki, mühüm bir qeydi də etmək istərdim. İkinci dəfədə artıq Azərbaycan İslam dünyası ilə bağlı inteqrasiya istiqamətində dövlət səviyyəsində bir işlər görülən zaman, bir təşəbbüslər meydana çıxan zaman, ikinci dəfədə artıq bu kimi problemlər qarşıya çıxmaqdadır. Biz yaxşı xatırlayırıq, Bakının İslam mədəniyyəti paytaxtı elan olunan ildə sanki İslamofobiya Bakıda, Azərbaycanda hər mənada inkişaf tapmağa başladı. Sökülən meçidlər, hicab problemi və bu kimi. Yenə də bu il 2017-ci il İslam həmrəyliyi ili elan olunub. Və nədənsə yenə də həmən bu dövrdə, həmən bu dönəmdə Allah evinin, Həzrət Fatimə Zəhra salamullah aleyhanın məscidinin, məscid kompleksinin vəqf olunmuş ərazilərinin nədənsə mübahisələndirmək, nədənsə almaq, nədənsə yenidən məscidin vəqf olunmuş ərazilərinin məsciddən alınmağı mövzuları gündəmə gəlir. Bu çox narahat edici bir məsələdir. Hər mənada narahat edici bir məsələdir və bir mühüm nöqtəni də qeyd etmək özümüzə borcluyuq. Bu vətəndə yaşayan inancılar, bu vətəndə yaşayan əziz müsəlmanlar, Əhl-i-Beyt yolcuları sanki hər şey edilir, sanki təkfirçi dairələr tərəfindən. Onların görsənən budur ki, bəlli imkan və resursları var ki, hər dəfə, hər növbəti dəfə bir səylər göstərilir ki, Əhl-i-Beyt yolcuları olan müsəlmanlar narazı qalsınlar. Əhl-i-Beyt yolcuları olan müsəlmanlar özlərini hər mənada əzilmiş, haqları pozulmuş hiss etsinlər. Bu bizim nə dövlətimiz üçün, bu bizim nə mövcud olduğumuz bu toplum üçün heç bir faydası yoxdur. Buna görə də mən bu açıq müraciətdə fürsətdən istifadə edərək Qafqaz Müsəlmanlar İdarəsinin hörmətli sədri Hacı Allah Şükür Paşazadə cənablarına müraciət edirəm və bu müraciəti həm də üzərimdə bir mənəvi borc hiss edərək edirəm. Mövzuya birbaşa müdaxilə edin. Bugün siz Allah evləri ilə bağlı baş verənlərdə birbaşa məsuliyyət daşıyırsınız. Hər mənada bu məsələdə, bu mövzuda həm qanun pozulur, həm də insanların mənəvi hissləri tapdanır. Üzərinizə düşən vəzifənizi, üzərinizə düşən məsuliyyəti hiss edərək bir mənalı olaraq bunun qarşısında dayanmaq sizdən gözlənilən bir davranışdır, sizdən gözlənilən bir yanaşmadır. Allahdan istəyirəm ki, bu məsələdə, bu mövzuda sabit qədəmlik göstərə biləsiniz və inşallah vətənimiz, xalqımız, dövlətimiz lazımsız bu kimi böhranla üz-üzə qalmasın və bu mənəvi təhlükə ilə qarşı-qarşıya gəlmişik, biz bunu yaşamayaq. Məscidlərə, Allah evlərinə, əksinə torpaqların vəqf olunmasını müşahidə edik. Necə ki, bugün Rusiyada da bu proses ziyalılar tərəfindən, bu proses artıq geniş mənada başladılan bir kampaniya var ki, pravoslav kilsəsinə hətta tarixən malik olduğu torpaqlar geri qaytarılma təşəbbüsü meydandadır. Bu var ikən bizim vətəndə bu kimi mövzunun olması heç anlaşılandı. Uca Allahdan istəyirik, xüsusi nəzər salsın bizlərə və çox acınacaqlıdır ki, Həzrəti Fatimə Zəhra salamullah aleyhanın əyyamı günlərində
inanclı insanların qəlbləri bu kimi mövzu ilə böyük narahatlıq və böyük ağrı keçirdir. Allahım, səndən istəyirik, səndən diləyirik. Vətənimizə əmin-amanlıq nəsib et. Vətənimizə hər bir insanını, hər birimizin, inanclı insanların bəyəndiyin halda olmalarını, bəyəndiyin halda yaşamalarını, rahat surətdə Allah evlərində öz inanclarını yaşatmağı nəsib etkin. İnşallah o gün olsun bizlər Qarabağımızı azad edək. İnşallah o gün olsun bizlər şəhid qanlarımızı yerdə qoymayaq və Ağdamımızı, Şuşamızı azad edək. Oradakı məscidləri bərpa edək. Oradakı məscidlərin vəqf olunmuş ərazilərini inşallah ki, bərpası ilə məşğul olaq. Allah qoysa. İnşallah. Allahdan bu açıq müraciətin inşallah ki, bərəkətli olmasını və təsirli olmasını diləyirəm.